Şəxsi ailə sürücüsü işi var yoldaşlar. Şəxsi ailə sürücüsü işi var. Özdə mən sizə bir təxminən 6 dənə vakansiyadan bəhs etmək istəyirəm. Elə bu 6 vakansiyanın elə təxminən bir 4 dənəsi elə son bir həftədə 10 gün ərzində olubdur. Elə dünən olandan birindən bəhs eləyək. Gəlin elə ondan bəhs eləyək. Misal üçün onunla başlayaq daha doğrusu. 1200 manat civarındadır. Toyota Highlander'ı idarə edirsiniz. 35-50 yaşlı olmalısınız. Sahə üzrə 2 il iş təcrübəniz olmalıdır. Kişi olmalısınız. Yeri gəldikdə qeyd edim ki, bu işdə elədir ki, Qarabağa, Xankəndi rayonuna çıxıb getməyə ehtimalı ola bilər və orada hətta qalmaq da ehtimalı ola bilər. Buna hazırsınızsa, şirkət rəhbər sözçüsü kimi 3 illik iş stajınız varsa bu işə müraciət edə bilərsiniz. Bundan əlavə şəxsi sürücü işi 1200 manatlıq 25-45 yaşlı şəxslər üçün də var. Minimum 3 illik iş təcrübəniz varsa, belə bir variantı da var. Bundan əlavə şəxsi avtomobiliniz varsa 35-50 yaşlı variantda da var. Burada da şəxsi heyətlə işləmək təcrübəsi tələb eləyir. 1000-1200 manatlıq bir işdir. Novxana üzrədir. Bundan əlavə ailə sürücüsü işi Premium Mining şirkətində də var. 45-57 yaşlı şəxslər üçündür. Ailə sürücüsü kimi ən azı 2 illik iş təcrübəniz olmalıdır. 5 günlük iş normasına malikdir yoldaşlar. Qanunvericiliyə uyğun olaraq da sənədləşmə də gedir bu işdə. Bundan əvvəl sosial mediada var. Buna da tələsin yoldaşlar. Şəxsi sürücü işidir. Əgər uyğunsunuzsa bu işə. Bu amma çox şey tələb edir sizdən. Ziyanlı vərdişləriniz olmamalıdır. Siqaretiniz, alkoqolunuz və s. olmamalıdır. Şəxsi sürücü kimi ən azı 3 il iş təcrübəniz olmalıdır. B kateqoriyalı avtomobili idarə etmək bacarmalısınız. VIS proqramında işləmə bacarığınız olmalıdır. Belə bir variantı var. Avtonəqliyyat da və yanacaq da şirkət tərəfindən təyin olunur, təşkil olunur. Sonra zəif olan variantı da var yoldaşlar şəxsi sürücünün. Əgər kiminsə məsələn bu sahədə təcrübəsi yoxdursa və yaxud da gələcəkdə şəxsi sürücü olaraq karyerasını qurmaq istəyənləriniz ola bilər. Elə bir planınız olan varsa, bildirim ki 40 yaşdan yuxarı bir şəxsinizsə, hələ ki zəif olan belə bir variant var. Çünki fikir verdinizsə, şəxsi ailə sürücüsü işdə ərinin əksəriyyətində sizdən bu sahədə təcrübə tələb edir. Sürücü olaraq yox, məhz şəxsi ailə sürücüsü, rəhbər sürücüsü olaraq işləmək təcrübəsi tələb edir. Onlardan biri var, siz amma zəifdir əmək haqqısı. Siz burada təcrübə toplayıb gələcək zaman üçün belə deyim də yatırım eləmiş ola bilərsiniz. Yəni bu işdə işləyə bilərsiniz bir müddət, sonra təcrübə toplaya bilərsiniz ki, gələcək zamanda hər hansısa bir işdə müraciət eləyəndə sizdən tələb eləsə ki, şəxsi sürücü olaraq, ailə sürücüsü olaraq, rəhbər sürücüsü olaraq təcrübəniz varmı? Siz onda bu təcrübənizi istinad eləyib onlara müraciət eləmək haqqınız ola bilər. Bu 700-800 manatlıq variantıdır yoldaşlar. Deməli 6 günlük iş rejiminə malikdir yoldaşlar. Bəzi günlər yarım gün olacaq iş, yəni xəbəriniz olsun. Yəni ona görə də təbii olaraq əmək haqqısı zəifdir. Saray və ona yaxın ərazilərdə məskunlaşan şəxslər üçündür bu iş yoldaşlar. Disiplinli, təmizkar, diqqətçil, sürücü kimi 10 ildən artıq təcrübəyə maliksinizsə, 40 yaşdan yuxarı bir kişi xeylaqsınızsa bu işə müraciət edə bilərsiniz. Buradakı digər sürücü işlərindən də maraqlanırsınızsa və yaxud da fərqli sürücü işlərindən də maraqlanırsınızsa, təkcə sürücü yox, digər sahələrdəki işlərdən də tanış olursunuzsa, bir sözlə, iş tapmanıza çətinlik çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, orada kanala daxil olun. Profildəki Toğrul Əcəballı kanalı. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.